Yaxşı, gəlin bir anlıq təkamül haqqında bildiyimiz hər şeyi kənara qoyaq. Çünki bugün araşdıracağımız hekayə təkcə genlərdən ibarət deyil. Bu, düşündüyümüzdən daha böyük, daha mürəkkəb və açığı daha maraqlı bir mənzərədir. Hamımız bu cümləni eşitmişik, elə deyilmi? Sanki bütün varlığımız, kimliyimiz DNT-mizdəki bir kodla əvvəlcədən müəyyən edilib. Məktəbdə öyrəndiyimiz, sənədli filmlərdə gördüyümüz təməl fikir budur. Bəs əgər bu, hekayənin sadəcə giriş hissəsidirsə, yəni kitabın yalnız ilk fəslidirsə, gəlin təkamül hekayəsinin o qədər də danışılmayan, amma bir o qədər də vacib olan digər səhifələrini birlikdə vərəqləyək. Amma əlbəttə, hər şeyə başdan başlamaq lazımdır. Bu yeni qatları anlamaq üçün əvvəlcə hamımızın bildiyi o ənənəvi, yəni gen mərkəzli baxışın necə yarandığını xatırlamalıyıq. Baxın, bu kəşflər bir-birini necə də tamamlayır. Hər şey Mendelin bağçadakı sadə noxudları ilə başladı, sonra Watson və Crick'in DNT-nin o möhtəşəm quruluşunu kəşf etməsi ilə davam etdi və nəhayət bütün insan genomunu xəritələyən nəhəng bir layihə ilə zirvəyə çatdı. Hər addımda genlərin həyatın təməl daşı olduğu fikri daha da möhkəmləndi. Mendelin dahiliyi də elə bundadır. O, irsiyyətin rənglərin bir-birinə qarışması kimi xaotik bir şey olmadığını göstərdi. Əksinə, xüsusiyyətlər sanki ayrı-ayrı paketlər kimi səliqəli şəkildə nəsildən nəslə ötürülür. Bəziləri görünür, bəziləri gizli qalır, amma heç vaxt tam yox olmur. Bu, genetika elminin təməlini qoydu. Yəni, klassik hekayə belədir. DNT-də təsadüfi səhvlər, yəni mutasiyalar yaranır, sonra da təbiət ən yaxşılarını, mühitə ən uyğun olanları seçir. Olduqca məntiqli, sadə və güclü bir nəzəriyyədir. Amma hekayə burada bitmir. Və bax, elə buradaca hekayəyə tamamilə yeni bir qat əlavə olunur. Genlərin üstündəki bir idarə etmə sistemi, epigenetika. Bir anlıq düşünün, sizin bütün hüceyrələrinizdə, istər dəri olsun, istər qaraciyər, eyni genetik kitabça, yəni DNT var. Bəs necə olur ki, biri dəri olur, digəri tamamilə fərqli bir funksiyanı yerinə yetirən qaraciyər? Əgər təlimat eynidirsə, nəticə niyə fərqlidir? Deməli, cavab təlimatın özündə deyil. O təlimatın hansı səhifələrinin oxunmasında gizlidir. Bunu anlamağın ən yaxşı yolu kompüter bənzətməsidir. Genləriniz kompüterin sabit diskidir, yəni aparat təminatı. Epigenetika isə onun üzərində işləyən proqramlardır. Proqramlar hansı faylın açılacağına, hansının bağlı qalacağına qərar verir. Bax, bu kimyəvi proqramlar da genləri yandırıb söndürərək eyni DNT-dən onlarla fərqli hüceyrə növü yaradır. Ən heyrətamiz tərəfi isə budur, bəzən bu proqram təminatı, yəni epigenetik dəyişikliklər nəsildən nəslə ötürülə bilir. Paramecium təcrübəsi buna ən yaxşı nümunədir. Alimlər bir infuzorun hüceyrə səthini cərrahi yolla dəyişdirirlər və möcüzə baş verir. DNT-də heç bir dəyişiklik olmadığı halda sonraki bütün nəsillər eyni dəyişilmiş quruluşla doğulur. Bu, sanki bir canlının qazandığı bir yaranı öz balalarına ötürməsi kimidir. Yaxşı, hüceyrə səviyyəsindən biraz yuxarı qalxaq. İndi də görəcəyik ki, təkcə kimyəvi işarələr yox, öyrənilmiş davranışlar da bir irsiyyət forması ola bilər. Gəlin birlikdə bir fikir təcrübəsi aparaq. Təsəvvür edin ki, Tarbutnik adlı canlılar var. Onların DNT-si mükəmməldir. Heç bir mutasiya, heç bir epigenetik dəyişiklik olmur. Genetik olaraq zaman içində dondurulublar. Sual budur, belə bir canlı təkamül edə bilərmi? Cavab təəccüblü olsa da bəlidir. Təsəvvür edin, bir qrup tarbutnik öz dişilərinə böyürkən verməyi öyrənir, digər qrupsa fındıq. Zamanla bu fərqli mədəniyyətlər, yəni ənənələr o qədər güclənir ki, bu iki qrup artıq bir-biri ilə cütləşmir. Və salam, genləri 100% eyni qalsa da, sadəcə öyrənilmiş davranışlarına görə iki fərqli növə ayrılmış olur. Və bu təkcə xəyali bir təcrübə deyil, təbiətdə real nümunələri var. Məsələn, hamiləlik zamanı ardıcal gilə meyvəsi ilə qidalanan ana dovşanın balaları doğulduqdan sonra məhz ardıca üstünlük verirlər. Halbuki onu heç vaxt görməyiblər. Məlumat hələ ana bətnində ikən onlara ötürülüb. Bu, birbaşa davranışsal irsiyyətdir. İndi isə gəldik üçüncü və bəlkə də ən güclü ölçüyə, təkcə insana xas olan bir təkamül forması. Dil, ideyalar və simvollarla ötürülən irsiyyət. Bu uzun və mürəkkəb cümləyə baxın. Bu sadəcə bir cümlə deyil. Bu insan dilinin nə qədər unikal olduğunu göstərən bir nümunədir. Biz fikirləri bir-birinin içinə yerləşdirə, yəni rekursiya yarada bilirik. Bu bizə sonsuz sayda mürəkkəb ideya ifadə etmək imkanı verir. Başqa heç bir canlı bunu bacarmır. Bu qabiliyyət isə sözün əsl mənasında oyunun qaydalarını dəyişir. Artıq təkamül üçün 1000 illərlə davam edən genetik dəyişiklikləri gözləməyə ehtiyac yoxdur. Biz bir nəslin bütün bilik və təcrübəsini kitablara, internetə, sənətə köçürüb bir anda növbəti nəslə ötürə bilirik. Bu, təkamülün sürətini ağlasığmaz dərəcədə artırır.
Beləliklə, bütün bu fərqli parçaları bir yerə yığanda təkamülün tamamilə yeni, 4 ölçülü bir mənzərəsi ortaya çıxır. Amma vacib olan budur, bu 4 ölçü ayrı-ayrı qutularda deyil. Onlar daim bir-biri ilə əlaqədədir, bir-birinə təsir edir. Məsələn, yaşadığımız mədəniyyət, yəni simvolik sistemimiz, qidalanma vərdişlərimizi dəyişir. Bu isə epigenetik sistemimizə, yəni genlərimizin işləməsinə təsir edir. Onlar bir-birinə hörülmüş bir sistemdir. Bu çox güclü bir metafordur. Təsəvvür edin ki, hər birimiz bir mənzərədə, bir landşaftda doğuluruq. Bu landşaftın yolları, təpələri, dərələri bizim mədəniyyətimiz, ailəmiz, təhsilimiz tərəfindən formalaşdırılıb. Bəzi yollar hamardır, bizi müəyyən istiqamətlərə asanlıqla aparır. Digərləri isə sıldırım qayalıqdır. O yolla getmək demək olar ki, mümkün deyil. Biz həm bu mənzərəni yaradırıq, həm də o bizi yaradır. Və bütün bu müzakirənin gəldiyi son nöqtədə budur. Biz təkamülün passiv qurbanları və ya seyirciləri deyilik. Etdiyimiz seçimlərlə, öyrəndiklərimizlə, yaratdığımız mədəniyyətlə, ötürdüyümüz ideyalarla təkamülün gedişatına birbaşa təsir edirik. Bu sual hər birimizi dərindən düşünməyə vadar etməlidir. Gələcək nəsillərə hansı mirası qoyuruq? Təkcə genlərimizi yox, hansı vərdişləri, hansı dəyərləri, hansı hekayələri ötürürük? Çünki həyatın hekayəsi təkcə genlərimizdə yazılmır. O hekayə hər gün bizim hər birimizin seçimləri ilə yazılmağa davam edir.